Hər vaxtınız xeyir. Bugün sizinlə sifarişimizin, xəstəxana çıxışı sifarişimizin ikinci hissəsini çəkmək qərarına gəldim. Birinci hissədə yəqin ki izləmisiniz. Poni şamların qəlibdən çıxarılma qaydasını göstərmək istədim. Çünki bir çox izləyicilərim mənə yazırdı ki, bu formaları qəlibdən necə çıxarırsınız? Düzdür, bəzən çətin olur, hər fiqur tam olaraq çıxmır. Qırılan fiqurlar da olur, amma bacardığımız qədərilə tam ehtiyatlı şəkildə davransaq, hər biri sağlam şəkildə çıxır. Hal-hazırda fiqurlarımızı kartlara yapışdırmalıyıq. Müştərinin sifarişi ilə kartlı paylama sifarişləri olacaq. Bu cür videoların davamını gəlməyini istəyirsinizsə, rəylərdə fikirlərinizi bildirin. Mənim də çox xoşuma gəlir artıq bu cür videoları sizinlə paylaşmaq.